Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Prizmanın növbəti buraxılışında xoş gördük hər birinizi. Buradan da bütün izləyicilərimizə xoş izləmələr diləyirəm. Deyərdim, çox vaxt itirməyək, keçək ilk xəbərimizə. Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissənin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. 2006-cı il təvəllüdlü Hüseyn Avtandiloğlu Hüseynovun hərbi xidmət zamanı komandiri olmuş kapitan Mahmud Hikmətoğlu Səfərəliyev tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından noyabrın 15-də intihar etdiyi bildirilib. Faktla bağlı hərbi prokurorluqda aparılan istintaq çərçivəsində kapitan Mahmud Səfərəliyev saxlanılıb. Çox uzatmaq istəmirəm. Bu hadisənin kökündə yatan psixoloji səbəb səncə nədir? Ümumiyyətlə intihar hadisəsi bir mövzuya dayanıqlı, bir psixoloji problemə dayanıqlı bir hal deyil. Yəni proses sayılmır bu. İntihar hadisəsi düşünülmüş və çıxılmaz bir vəziyyətdə hiss edilən zaman artıq intihar etmiş olurlar. Yəni öz canlarına qıymış olurlar. Buna səbəb bullying də ola bilər. Duyğusal olaraq, yəni ağır depressiya yaşayırsa həmin şəxs intihara üz tutur. Və bunu da qeyd edim ki, bullyingin nəticəsində intiharların yaranması artıq ətrafdan o qədər bullyingə məruz qalır ki, daima ətraf tərəfindən təcrid olunur, özünü heç bir yerə aid hiss etmir, hər yerdən kənarlaşır, sadəcə bir evin içərisində, sanki təsəvvür edək, bir dörd divarın içərisindəyik. Oradan başqa bizi nə insanlar görür, nə də biz həmin insanları görə. Yəni arada bir emosional ünsiyyət, yəni aradakı o emosional bağ olmur. Bu olmadığına görə də həmin o ehtiyaclar təmin edilmir. Ümumiyyətlə hər bir insanın özünə xas psixoloji ehtiyacları var. Bunlar maddi və təbii ehtiyaclardır. Amma ən önəmlisi mən qeyd edərdim ki, mənəvi, o təbii dediyimiz ehtiyaclardır. Çünki bunlar ödənmədiyi zaman insan həm depressiya yaşamış olur, ümumiyyətlə özünü tapmaqda çətinlik çəkir. Bu zamanda artıq nə emosiyalarından xəbərdardır, nə düşüncələrindən, nə də bir insan olaraq, yəni bir şəxsiyyət olaraq fərqində olmur ki, mən kiməm? Mən kiməm sualına doğru şəkildə cavab tapa bilmirsə, bullyinglərə daha həssas cavab vermiş olur. Yəni necə cavab vermiş olur? Özünü ifadə edərək cavab vermək yox. Emosional olaraq düşüş yaşayır və o düşüş nəticəsində də ağır depressiyaya gəlib çıxır. Bu zamanda insanlardan zaten düşünür ki, mən təcrid olunmuşam, insanlar məni zaten sevmir, mən onlara aid deyiləm. Demək ki, bu dünyaya da aid deyiləm deyərək seçimini etmiş olur. Səncə bu hadisədə bullyingdən başqa səbəblər ola bilərmi? Əlbəttə olur. Yəni bir nöqteyi nəzərdən baxmaq doğru deyil. Posttravmatik stres zamanında olur. Bu zaman necədir? Posttravmatik stres yaşayırsa həmin şəxs, yəni daimi bir stres daxilində, təzyiq qarşısında qalırsa, hətta suisidə məruz qalırsa, yəni biz intihara sövq edirlər həmin şəxsi. Bu zaman artıq stres içində olur, gərginlik, o həyəcan, o təşviş, hətta qorxu belə onu gətirib stresə çıxardır. Uzunmüddətli stressdə artıq insanda biz bilirik ki, doğru şəkildə sağlam düşünməyə mane olur və major depressiya yaratmış olur. Major depressiya zamanı isə həmin şəxs özü ilə olan bağını belə itirmiş olur. Yəni hara aid olduğunu belə tuta bilmir və artıq həmin şəxs özünü günahlandırmağa keçir. Və özünü günahlandırdıqca ətrafdakılara haqq qazandırmış olur. Suisidə məruz qalırsa əgər həmin şəxs və nəticə olaraq da həmin o təzyiqlərə, davamlı üzərində olan o təzyiqlərə məğlub olmuş olur və nəticə olaraq da intihar hadisəsi baş vermiş olur. Belə ağır nəticələnən hadisəni dedik. Gündəlik həyatımızda da biz təzyiqlərə məruz qalırıq. Sağlam psixologiyada olan insan bu təzyiqlərə necə reaksiya verməlidir? Yəni davamlı şəkildə olan bu təzyiqlərə necə reaksiya verək ki, sonlansın? Ümumiyyətlə ətrafımızdakı bütün təzyiqləri biz hər zaman qalib gələ bilmərik. Yəni və yaxud da özümüzü buna qoruya bilmərik ki, mən bu günləri gedəcəm, heç bir mübarizə və yaxud da heç kimlə konflikt yaşamayacağam. Çox gözəl, rahat günüm keçəcək. Bu inancla yaşamaq təbii ki, yəni o pozitivliyi insana gətirə bilər, gününə təsir edə bilər. Amma bəzən insanların emosiyalarını biz idarə edə bilmərik. Bizdən asılı olan emosiyaları maksimum idarə edə bilərik. Ətrafdakıların duyğuları artıq bizdən kənar olduğuna görə idarə etməsi də artıq bizdən asılı deyil. Sənin sualına gəldikdə isə həmin o konflikt zamanı olsun və yaxud da təzyiq zamanı olsun, bu zaman artıq həmin insan qarşıdakı şəxsin ona ünvanladığı sözlərə tamamilə diqqət yetirməsi lazımdır. Bunu necə analiz etmək olar? Təbii ki, həmin şəxs əgər özünə əmindirsə,
özünə qarşı, fikri tamdırsa, yəni duyğularından, düşüncələrindən, xarakterindən, adi xarici görünüşündən belə əmindirsə, ona ətraf mühitin təzyiqi o qədər də təsir etmir. Zaten o Bəli. qalxan əminlikdən irəli gəlir. Mən özümə əminəm və heç kim mənə təsir edə bilməz, nə üçün də təsir etsinlər. Yəni əgər həmin o əminlik dediyimiz duyğu ki var, yəni insanın özünə inanması, özünə güvənməsi, özgüvən dediyimiz sadəcə olaraq daima hər yerdə yüksək olması nəzərdə tutulmur. Özgüvən özünə əminlikdir. O özünə əminliyi varsa, o qalxan zaten artıq formalaşıbsa, o suistə məruz qalsa belə, təzyiqə məruz qalsa belə, o qədər də təsir etməyəcək. Bəs bu qalxanı biz necə formalaşdıraq? O qalxanı formalaşdırmaq üçün insan özünü kəşf etməyi bacarmalıdır. Keçək növbəti xəbərə. Rusiyada itkin düşən 9 yaşlı məktəbli evdə divanın altında tapılıb. Başlıq budur. Təbii ki, axtarışa veriblər, axtarıblar. Sonunda evdən çıxıb. Mənim diqqətimi şərhlər çəkdi. Şərhlərdə yazıblar ki, necə döyülməli uşaqdır, indi onu necə çırpıblar kimi fikirlər səsləndiriblər. Sualım belədir ki, şiddət uşaqlara qarşı verdiyimiz cəzanın bir növü ola bilərmi? Əgər ola bilərsə, nəticələri nə olur? Şiddət valideynlərin ən çox istifadə etdiyi cəza metodu deyərdim, amma yanlış bir metoddur. Mhm. Uşağa cəza verilməməlidir deyə bir şey də yoxdur. Uşağa cəza da verilməlidir. Yəni etdiyi davranışın yanlış olduğunu dərk etməsi üçün müəyyən bir dərəcədə cəzalar vermək mümkündür. Amma bunu şiddət edərək, yəni fiziki şiddət, psixoloji və yaxud da digər şiddət növlərindən istifadə edərək deyil. Əksinə bu uşaqda daha travmatik bir səbəblərə gətirib çıxartmış olur. Həmin o uşağa törədilən şiddət ki var, bu sanki o an üçün deyil, ömür boyu. Yəni ömür boyu dediyimiz sağalmanı seçdiyi ana kimi onda bir cəza olaraq qalır. Valideynlərin etdiyi yanlış budur. Düşünə bilmirlər ki, mən bugündən, yəni bu gün etdimsə bunu, sabah necə təsir edəcəm ona? Misal üçün, uşaq gəlir daha rahatlıqla onun valideynin yanında əylənirsə, oynayırsa, deyirsə, gülürsə, amma valideyn buna həmin an üçün, misal üçün də ola bilər ki, situasiya daxilində orada bir yaşlı bəy və yaxud da xanım olar, deyər ki, hə, səs-küy salma deyərək, uşaq bunu dinləməyə bilər. Yəni uşaq dediyimiz kimi uşaq əksinə, yəni aktiv olmalıdır, aktiv davranışlar göstərməlidir, deməlidir, gülməlidir. O emosiyalarını rahat şəkildə yaşamağı bacarmalıdır. Valideyn uşaq üçün önəmli rol oynayan obrazlardır. Həmin o obrazlarda artıq bir zərər görmüş olursa, onun həm güvən olaraq sarsılmış olur, həm də emosional olaraq sarsılmış olur. Çünki tək dayaq yeri valideyn olaraq görür. Və nəticə olaraq da bu sarsılma onda gətirir daimi sarsılmalara. Valideyndən gördüyünə görə ətraf mühitdə də artıq həmin təsirlərdən qorxmuş olur. Bəlkə də ətrafa daha çox, yəni biz hər zaman deyirik ki, insanlar fərqlidir və fərqli nəticələr görə bilər. Ya ümumiyyətlə insanlardan özünü uzaqlaşdırmış olur, ya da bunun tam əksi, insanlarla daha çox kontaktlı olmağa çalışır. Ailə daxilində ünsiyyətdən kənar olur. Yəni ümumiyyətlə heç istəmir ailəsinə, valideynlərinə söhbət etsin. Çünki zamanında nəyisə ola bilər gəlib deyib, demək istəyib, bölüşmək istəyib, onu ya dinləməyiblər, ya göz ardı ediblər. Bu zamanda artıq uşaq düşünüb ki, mən dinlənilmirəm. Nəticə olaraq da iki hal burada ola bilər. Ya həmin ailə ilə ümumiyyətlə tamamilə əlaqəsini kəsmiş olur, yəni emosional olaraq o ünsiyyətini kəsmiş olur. Axı bu ehtiyacdır. Bu harda ödənməlidir? Sosial ortamlarda. Sosial əhatəsinə daha çox yönəlmiş olur. Onlarla daima kontaktda olur, onlara daha çox güvənməyə çalışır, onlarla daha çox zaman keçirdir və bu zamanda onda müəyyən bir sarsılmalar yaşaya bilər. Artıq o sosial ortamlarda belə müəyyən bir sarsılma yaşayıbsa, ailə daxilində də yaşadığı sarsılma ilə eynidirsə, eyniləşdirir və insanları ümumiləşdirir. Artıq düşünür ki, mən heç kimə güvənmirəm. Halbuki onda bu güvənsizlik duyğusunu anası və yaxud da atası və ya bir dostu yaradıbsa, bu digər insanlarda yansımış olur. Sanki hamısı bir-biri ilə bağlıdır Aydan. Məsələn, deyirsən ki, valideynlər görmür. Bir deyim də var, sakit uşaq yaxşı uşaqdır deyirik. O sakit uşaqlar böyüyür, haqlarını tələb etməyən, edə bilməyən və özlərinə daim tənqidlə yanaşan insanlara çevrilir. Bəlkə də bizim cəmiyyətimizin bullinqə qarşı bu qədər həssas olmasının səbəbi də budur. Ola bilərmi? Əlbəttə, yəni o emosional zədə aldığına görə, yəni o zədə mən xatırlayıram, ötən verilişlərdə bunu qeyd etmişdim. Ya o emosional zədələrə məruz qalır, daha çox güclənir.
qalxan yaratmış olur. Hı hı. Və ya əksinə, o emosional zədələrə daha çox məruz qaldığına görə o qalxan tamamilə zəifləmiş olur və bununla da həmin o bullinqlərə, təzyiqlərə, o ətraf mühitdən olan manipulyasiyalara məğlub olmuş olur. Və bu məğlubiyyət nəticəsində də özündə artıq tamamilə emosional olaraq gəlib tükənməyə çıxardır. Və bunu da qeyd edim ki, insanların güvənlə bağlı etdiyi bir yanlış var. Deməli, ilk tanış olduğumuz insana 100% üzərindən biz güvənirik. Bu gedişatdır, zamandır. Həmin insanla biz zaman keçirdikcə ola bilər güvənimiz sarsıla bilər. İnsanıq, ola bilər bu. Heç nədən qarantili deyil. O 100%-dən düşür aşağıya və sıfıra doğru. Hı hı. Əslində isə bu belə olmamalıdır. 0%-dən verməliyik güvəni. Zamanla onunla keçirdiyimiz xatirələr olsun, o duyğu paylaşımı olsun, fikir mübadiləsi olsun. Bunlar nəticəsində artıq o güvən 100%-ə kimi qalxmalıdır. 100-dən aşağı yox, 0-dan yuxarıya doğru. Həmçinin digər duyğularımıza da bu aiddir. Yəni sevgi olsun, qeyd etdiyimiz kimi güvən olsun, kədər özü olsun, xoşbəxtlik özü olsun. Ümumiyyətlə, həmin o situasiya daxilində hansı ki duyğunu yaşayırıqsa, əgər o duyğu ilə ilk tanışlığımız deyilsə təbii ki, ilk tanışlığımızdırsa 0-dan 100%-ə kimi olmalı. Yəni mən belə başa düşürəm ki, insanlar güvənsiz deyil. Bizim onlara yanaşmamız fərqlidir, səhvdir. Bəli. Doğru şəkildə paylanma olmadığına görə də hazırda münasibətin mən deyərdim ki, bütün növlərində, yəni ailə münasibəti olsun, sevgi münasibəti, dost münasibəti, iş yoldaşı ilə olan münasibət, əksər münasibətlərdə bu hallar daha çox özünü göstərmiş olur. Aydındır, keçirəm növbəti xəbərə. Bu gün uşaq psixologiyasına biz biraz çox toxunacağıq, çünki bundan sonra qeyd edəcəyim 2 xəbər də uşaq psixologiyası ilə bağlıdır. Bunlardan biri azyaşlıları ibadətə cəlb edən axund cəlmələndi. Başlıq budur. Buna sənin fikrini alacağam. Ondan əlavə mən rəyləri də diqqətinə çatdırmaq istəyirəm. Rəylərdə axundun tərəfini saxlayanlar da var, hansı ki, çox üzr istəyirəm, bu axund deyir ki, pozğunluq etmir ki, uşaqlara pozğunluğu təbliğ edənləri cəlmələmirlər. Amma dini öyrədənləri cəlmələyirlər. Yəni bu yanaşma necə bir yanaşmadır? Ümumiyyətlə, o yaşda bir uşağı dinə sövq etmək düzgündürmü? Sövq etmək istəyiriksə, necə edək? Çox gözəl bir nöqtəyə toxundun. Yəni əslində xəbər bizə burada çox şey açıqlayacaq. Ümumiyyətlə insanlara inancını biz öyrətməməliyik. Kim oluruqsa olaq, fərqi yoxdur. Yəni biz din xadimi olaq, müəllim olaq, həkim olaq və yaxud da hər hansı bir qurumun rəhbəri olaq, fərqi yoxdur. Kim olursa olaq, biz heç kimə onun inancını öyrədə bilmərik. O övlad çox dindar bir ailədə böyüyüb, özünə məxsus bir inanc belə formalaşdıra bilər. Bu ondan asılı deyil. Mən dini olan müzakirələri ümumiyyətlə çox etmək istəmirəm, çünki psixoloq olaraq bu mən etməyim doğru deyil. Aha. Çünki hər kəsin öz dini inancları var. Buna heç kim qarışa bilməz. Həmin o insanlara gəldikdə isə mən deyərdim heç psixoloq olmasın. Digər ixtisas nümayəndələri də olsun, onlar belə qarışmamalıdır. Qarşınızda hər bir insana aiddir bu. Qarşınızda ateist də, deist də, xristian da, buddist də, müsəlman da əyləşsə, ona bir insan olaraq yanaşmağımız doğrudur. Həmin o öyrətməyə gəldikdə isə, əgər mən sənə aydan olaraq, yəni öz dini inancıma əsasən sənə dini öyrədirəmsə, bu məndə formalaşan bir dini inancdır. Bunu sənə aşılamağım artıq yanlışdır. Amma sən gedib özün o dini öyrənməyə çalışsan, hansı inanca ki artıq biz inanırıqsa, o inanc üzərindən araşdırma edib öyrənsək, o daha məqsəd uyğundur. Məsələn, Qurani-Kərim. Bunu hər kəs özünün oxumağı daha yaxşıdır. Oxuduğumuza əsasən biz nə anladıqsa o olacaq. Yəni ona inanmış olacağıq. Din xadimini özü oxuyub da, kimsə öyrədə bilər. Ərəb dilində oxumaq barəsində, Qurani-Kərimi oxumaq qaydası olsun. Bunların mən bildiyim qədər qaydaları var. Bəli, bəli, Bu fərqlidir. baxımdan öyrətmək mümkün ola bilər. Amma ona inancını öyrətmək artıq yanlışdır. Yəni bir sözlə hər kəs öz inancını özü seçməlidir. Kiminsə vasitəsilə deyil. Və cərimə də yüksək ehtimal ki, bu nöqteyi nəzərdən olur. Yəni, məncə də Aydan, biz qaydadan, qanundan söz etmirik ki, hamı buna riayət etsin. İnanc deyirik, adı üstündə. İnanmaq. Kim necə istəyirsə, nəyə istəyirsə, ona da inana bilər deyə düşünürəm. Başqasına zərər vermədiyi müddətcə. Keçirəm növbəti xəbərimizə. Belə ki, müğənni Emil Bədəlovun uşaqları ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçi bildirib ki, qızları ona ata demirlər, adı ilə çağırırlar.
Rəylərə nəzər saldıqda fərqli yanaşmalar var. Səncə ata-ana sözlərini istifadə etməmək müasirlikdirmi? Müasirlikdirsə, bu uşaq psixologiyasında nələrə gətirib çıxara bilər? Xeyr, əlbəttə ki, bu bir müasirlik deyil və yaxud da fərqlilik deyil. Ə, Əslində bunun olmaması çox yanlışdır. Çünki ata və ana, valideyn, olaraq adlandırılan bir, necə deyim, simvolikadır. Ailə institutu var. Bu ailə institutundan kənara çıxıb mən müasirəm deyərək, atasına ata olaraq deyil, adı ilə səslənməsi və yaxud da anasına ana olaraq deyil, adı ilə səslənməsi o ailə institutunun dağılmasına gətirib çıxardır. Bu müasirlikdən əlavə isə psixoloji tərəfdən də bir baxış keçirdək. Bəzi strukturlar var ki, yəni sistemləşdirilmiş strukturdur ki, onları dəyişmək mümkün deyil. Məsəl üçün həmin o valideyn adları olsun, ata-ana olsun, onu dəyişməyimiz bizim doğru deyil. Onu dəyişdiyimiz zaman da həmin o valideynlərə qarşı yadlıq hissi formalaşdırmış oluruq. Bilirsən, bu müasirlik adlandırmalarının səbəbi də o ola bilər ki, günümüzdə deyirlər ki, valideyn uşaqla dost olmalıdır, dost kimi rəftar etməlidir, ondan heç nə gizlətməməlidir. Bəzən belə məqsədlə yola çıxaraq bu balansı da biz poza bilirik. Valideyn-övlad münasibətlərində balans da pozulur. Bunun qarşısını almaq üçün nə edə bilərlər valideynlər Aydan? Təbii ki, yəni bir valideyn övladı ilə dost adlandırıla bilməz. Nəyə görədirsə, bəlkə bəziləri qəbul etməyə bilər bu fikrimi ki, xeyr, ana, ata, yəni övladı ilə dost olmağı bacarmalıdır. Mən bunu bu ifadə ilə əvəz edərdim. Anlamağı bacarmalıdır, dinləməyi bacarmalıdır, uşağını eşitməlidir. Dost nəyə görə deyirlər? Hə, oturur yargılamadan, qınamadan dostunu dinləyir. Bu baxımdan. Valideyn də bu cür etməlidir. Sən onu bu gün qınasan, o artıq sənə gəlib sözünü, ürəyindəki hər hansı bir yaşadığı duyğunu, onu gəlib sənə açıq-açıq deyə bilməyəcək. Çünki çəkinəcək. Düşünəcək ki, anamdır, qınaya bilər və yaxud da atamdır, məni sevməyə bilər, qınayacaq, məni kənarlaşdırmış olacaqlar ailədən. Ona görə saxlayırlar özlərində, yəni demək istəmirlər. Halbuki bunun əksi olduğu zamanda o dostluq ki, deyilən termin var. Rahatlıqla gəlir həmin o valideynlərinə hər şeyi deyir. Çünki dinlənildiyini, anlaşıldığını hiss edir o ailə daxilində. Hə, Aydan, nə gözəl toxundun. Təşəkkür edirəm fikirlərin, təhlillərin üçün. İstəyirəm bu buraxılışımızı artıq sonlandıraq. Nə deyirsən? Bəli, məncə də sevinc, artıq yekunlaşdıraq. Bugünkü xəbərlərimiz biraz maraqlı idi, bəziləri daha çox sanki uşaqlara toxunduq. Bəli. Ümidvaram ki, burada bizi izləyənlərin əksəriyyəti valideynlər idi. Əziz valideynlər, çalışın, həqiqətən də övladınızın yanında hər zaman olun. Ona duyğularını, ümumiyyətlə daxilində yaşadığı hər bir şeyi sizə deməsinə icazə verin. Onu qınamaqla, yargılamaqla nəsə əldə etməyəcəyik. Adi ətrafınızdakı insanları belə qınamağınız sizin uşağınıza belə təsir etmiş olur. Çünki bu həmin uşağın şuuraltısında müəyyən bir yer edir. Və el arasında belə bir fikir də var ki, qınadığım başıma gəldi. Yəni əslində bu fikir həmin o şuuraltına yeridilən fikirlərdir. Əslində qınadığın başına gəlmir. Onun şuuraltısında yer etdirdiyin fikirlərdir ki, reallaşmış olur. Həmçinin də bir başqasını misal üçün xalqın uşağı deyirik. Bu ifadə, bu termin uşaqda artıq özünə qarşı olan güvənini də aşağı salmış olur. Və yaxud da tam əksi olsun, o uşağı, başqa bir valideynin uşağını biz qınayırıqsa, bizim övladımıza da bu təsir etmiş olur ki, mən də etsəm, məni də bu cür reaksiya verəcəklər. Ona görə də sizə gəlib zamanında deməli olduğu sözləri deyə bilməyəcək və yanlış edəcək. Yanlış etməlidirmi? Təbii ki, icazə verməliyik ki, övladınız yanlış etsin, öz seçimlərini özü seçə bilsin, qərarlarında sabit olsun. Amma o yanlışlarında belə siz doğru yol göstərərək ehtimalı azaltmış ola bilərik. Bu buraxılışımızın da sonuna gəldik. Gələn həftə eyni saatda Empati TV kanalında görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.